Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabıdan üzerine olsun. Allah Teala elim meclisimizi xeyirli, bereketli eylesin. Allah Teala elim meclisinin sonunda günahların bağışladığı kulların sıralarına bizi daxil eylesin. Allah Teala dualarımızı qəbul eylesin. Əlbəttə ki, en xeyirli, bərəkətli ay Ramazan ayı geride kaldı. Ramazan ayında çok şey öğrendi mümin. Hem səbir, hem Allah'a çoxlu dua eləmək, çoxlu zikr eləmək, birçok ibadetleri Ramazan ayında yerine getirdi. Ama Ramazan ayı terk edip bizi getdi. Həmçinin Ramazan ayın tez keçməsi belə insana ömrünün ne kadar kısa olduğunu anlatır. Ömür bu kadar kısadır. Ve bir günde dünyadan köçəcək. Ve get-gedə ömür nedir? Kısalır. Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki, kıyametin alametlerinden birisi ölümlerin artması. Esas nedir? Ramazan ayı çıxandan sonra əsl müminin sadiqliyi, imanında doğruluğu ortaya çıkır. Ramazan ayında Allah Teala rahatlaştırdı. Ramazan ayında cennetin kapıları açıldı, cehennemin kapıları bağlandı, şeytanlar zincirlendi ve birçok ibadetler insanlar çok rahatlaştı. Ama Ramazan ayından sonra o azgın şeytan daha çok indi, müminleri aldatmaya çalışacak. Elə əsl indi Ramazandan sonra insanın sadiqliyi, Allah'a olan bağlılığı ortaya çıkır. Ramazan ayında hamısı bir yerde bunu yerine getirirdi. Ama Ramazandan sonra əsl bir müminin sadıklığı ortaya çıkır. Bakın Ramazandan sonra biz en çok daha neye fikir vermeliyiz? Yani Ramazan kimi, sessiz olun xahiş edirəm. Ramazan kimi günlerimiz xeyirli, bereketli olsun. Veya el etmeliyiz ki kalan aylarımız da ta Ramazana kadar Ramazan kimi xeyirli, bereketli olsun. Yani insan bunun için çalışmalıdır, səy göstermelidir. Səy göstermelidir. Ve bütün bunların da başına ne durur? Elbette ki Uca Allah'ı zikredemeyin. Ramazan ayında çok insanlar Allah'ı zikrediler. Ve zikri öğrendiler. İndi esas Ramazandan sonra müminin sadiqliği ortaya çıkacak. Görəsən Allah Taala'nı Ramazandaki kadar çoklu zikredebileceği mi? Ramazan kimi günleri ibadetle keçəcək mi? Eğer insan Allah'a zikretmeye sarılsa, bütün il boyu, ayları Ramazan kimi güzel olabilir. Allah Teala buyurur, فَذْكُرُونِ اَذْكُرْكُمْ. Beni yad edin ki, mən də sizi yad edim. Beni hatırlayın ki, mən də sizi hatırlayayım. Eğer Ramazan kimi günlerimizin daha da xeyirli, bol, bereketli olmağını istəyiriksə, bütün il boyu daha çok insan indi zikre sarılmalıdır. Zikir, qəlblərin həyatı, ruhların qidası, imanların gücü ve Rahmanın sevdiği en uca əməldir. O müminin qalxanı, Müslümanın silahı, tevhid əhlini ucaldan, ibadet edenleri şərəfləndirən, nefsin temizliği ve kalbin rahatlığıdır. Eğer derdimize derman axtarırıqsa, zikir dermanını qəbul edək. Çünkü bazen zikri unuduruq ve buna göre de tersine dönürük. Ramazandan sonra. Aksine Ramazandan sonra daha çok zikretmeye devamlı olmalıyız. Zikir çetinlikleri aradan kaldırar. Yakınlığı artırar. Dereceleri yükselder. Belaları uzaklaştırar. Bereketleri celbeder. Karanlıkları aydınlatar. Teraziye ağırlık verer. Kalbe nur salar. Üreye sükunet getirer. Onun için zaman yoktur, behane yoktur. Ne olsun Ramazan ayı çıktı. Mümin bütün hallarda ayak üstə oturarak veya uzanarak Allah zikretmelidir. Bilin ki kalpler yalnız Allah'ı zikretmekle rahatlık tapar buyur Allah Teala Rəd surəsində.
Ona göre sevenlerin qəlbləri yalnız Allah'ın zikriyle rahatlık tapar. Həsrət çekenlerin ruhları ise yalnız onunla görüşme ümidliyle rahatlık tapar. Ona göre bakın ne diye Zinnun alimlerden birisi. Dünya yalnız onun zikriyle güzeldir. Ahiret yalnız onun bağışlamasıyla güzeldir. Cennet ise yalnız onun görüşüyle güzeldir. Allah'ın görüşüyle güzeldir. Ona göre Allah'ı sevenlerin nefsi hemşe bu yolda can atar ve qəlblər onun zikrinden arxayınlıq tapar. Sadece Ramazan ayı değil, Ramazandan sonra. De ki cennet sizi istəyir ve siz sevdiğiniz Rabbini isteyirsiniz mi? Sevdiğini isteyenin birisi nece ayrılığa razı kalar? Zikirden ayrı kalabilir. Bakın ne diyor İbn Ömer? Kitab ehli mənə xəbər verdi ki, bu ümmət zikri elə sevir ki, göyərçin yuvasını sevdiği kimi, onların zikre tələskənliyi dəvənin suya qaçışı kimidir. Əvvəlki ümmətlər belə etiraf ediblər ki, Allah'ı zikretmək en çok kimdədir? Məhəmməd ümmətində. Subhanallah. Zikir Allah'ın sevgisine bir çağrıştır. Zikir dostluğun delili, sevginin sübutu, cennetin ekini ve bağışlanmanın teminatıdır. O qəlbləri yumşaldar, gözlerin perdesini kaldırar, zihnin bağlı yollarını açar, zikir kulakları aydınlatar, dilleri gözelleştirer ve çöhreleri nurlandırar. Allah zikreden diller kar, lal ve kör dillerden farklıdır. Ramazandan sonra da buna daha çok devamlı olmalıyız ki şeytan bizi Ramazanda kazandıklarımızdan uzaklaştırmasın. Zikir Allah'ın yani eşidenler için bir nurdur. Gören gözler, düşünen kalpler ve verdiği kullarına verdiği en büyük nimetidir. Bakın kim benim zikrimden üz çevirerse onun için sıkıntı bir hayat vardır. Allah Teala buyurdu Taha suresinde. Hakikaten namazı da zikir için kılın. Namaz nedir? Zikir, Allah'a katlamak. Allah'ı adını müeyyen günlerde zikretsinler. Bakın İsa Aleyhisselam ne diyor? Ey havariler destesi, Allah'la çok ve insanlarla az danışın. Ondan soruştular. Biz nece Allah'la danışabiliriz? O dedi. Onunla təklikdə olun. Onunla ünsiyete girin ve kalbinizde onunla olun. Yani Allah'a gecenin 1/3'üne kalkıp Allah'a dua etmeyi, Allah'a çok zikretmeyi, Allah'la danışmak budur. Bakın ne diyor Məhəmməd ibn Nadır? Soruşurlar, tenha kalmak seni korkutmur mu? O cevap verdi. Ben onu hatırlayanın yanında oluram. O da beni zikredir. Nece korkum ki? Subhanallah. Allah kiminle beraberdir? Onu çok zikreden kuluyla beraberdir. Ona göre de zikir onun yerini hiç ne tutabilmez. Onu hiç ne əvəz edebilmez. Hiç ne onunla beraber tutulmaz. Bir nefer Peygamberimiz sallallahu aleyhi ve sellem yanına gelip dedi, İslam'ın hükümleri benim için çoxaldı, yaşlanmışam. Eleyse mənə elə bir kapı göster ki ona sığınım ve ibadet edim. Peygamberimiz buyurdu ki dilini daim Allah'ın zikrinden yaş sakla. Yani daim Allah'ı zikrenlerden olsan Ramazan kimi olacak günlerin. Ramazandaki kimi ibadet ehli olacaksan. Yoksa zikre sarılmasan Ramazanda kazandıklarını tez unutacak ve yeniden şeytanın telesine düşeceksin. Bakın. Bakın ne güzel söz nedir? Sen her bir şeyin sonunda olan ama her şeyin başlangıcında olan da sensen. Sen benim vaktimin evveli de sonusan. Zikir budur. Sevgi alında olan ve Rabbini tanıyan bir bende eğer Allah'ı kalbiyle zikir ve diliyle meşhur olarsa onun bedeni bu dünyada olar ama ruhu uca alemlere aslı olar. Ali Radhan'ın güzel bir söz var Hazret El'den. Ne diyor? Dünyada bedenleriyle yaşayırlar ama ruhları uca alemlere bağlıdır. Allah'a çok zikredenlerin. Ne diyer? Bedenim sizinledir ama ruhum başka yerdedir. La ilahe illallah. Harda? Allah dergahında. Ona göre Peygamberimiz sallallahu aleyhi ve sellem Allah'ı bütün hallarda zikrederdi.
Zikrin gözəlliyi və ətri yayılmışdır. O nəfsə həyat verir, qəlbləri doldurur, oturanlara yoldaş olur və ruhlara qoxusu yayılır deyir. Peyğəmbərimizin sahabələrinin qəlbində zikrin əhəmiyyətini, onun dərəcəsini, yüksəkliyini və məqamının ucalığını möhkəm şəkildə yerləşdirmişdi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Onlar sahabələr, salihlər, onun əhl-i beyti Allah'a çox zikr edir. Onu çox dua ilə çağırırdılar. Onların arasında ən güclüsü zikr edən, ən çox dua edən və Allah qarşısında ən çox təvazükar olan idi. Onlar dünyaya arxa çevirib ahirəti üstün tuturdular. Zikr onların dərəcələrini ucaldar, məqamlarını böyüdür, ruhlarını təmizləyirdi. Zikr onların yeməyində, ticarətlərində, həyatlarının bütün anlarında var idi. Onlar onu ruh kimi içine çəkir, həyatlarının ayrılmaz parçası edirdilər. Onlardan biri böyük alim Abdüləziz İbn Əbi Rəvah deyir ki, Allah onu rəhm etsin. Zikirsiz bir an keçirməzdi. O belə demişdi. Mən öz həyatımdan elə bir an tanımıram ki, orada Allahın zikri olmasın. Hətta bir anlıq Allahı unutmaq mənə çox ağır gəlir. Bir anlıq unutmaq belə. Ona görə də mümin bax belə olmalıdır. Daha çox Ramazandan sonra zikrə sarılmalıdır. Onlardan biri yalnız Allah'ı zikreden bir bəndənin adını eşidəndə belə titrəyərdi. Çünki sevdiyi Rəbbinin adının səsləndirilməsi ona həyəcan, qorxu və həvəs gətirərdi. Ona görə də zikir bir tərif, dua və ya ibadətdir. Zikir duadan da üstündür. Misal üçün Subhanallah, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber. Bu zikirdir. Dua, misal üçün Rabbena zalamna enfusana fe in lem teğfir lana ve terhamna lenekunenne minel khasirin. Ey Rabbimiz, biz özümüze zulmettik. Eğer bizi bağışlamasan ve bize rəhmətməsən, şübhəsiz ki ziyana uğrayanlardan olarıq. Bu isə nədir? Duadır. Zikir nə deməkdir? İbn Həcər deyir ki, zikirdən məqsəd Allah'ı dil ilə yad etməkdir. Bu müxtəlif ifadələrdə olur. Onların fəziləti haqqında ayələr və hədislərdə çoxlu təşviqlər gəlmişdir. Bu zikirlərdən ən məşhurları Bəqiyatus Salihat, davamlı qalan salih əməllər, yəni Subhanallah, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber və bu qəbildən olan sözlər, həmçinin istiğfar, yəni estağfirullah, havqala, yəni la havle və la quvvete illa billah, dünya və ahirət işləri üçün Allah'tan istək ifadə edən zikirlər, dualar hamısı. Buraya Kur'an oxumaq, hədis öyrənmək, elm müzakirələri, namaz qılmaq və bütün diğer ibadətlər daxildir, Allah'a zikirdir. Çünki bütün bunlar Allah'ın zikrini özündə ihtiva edir. Zikir yalnız dil ilə edilərsə, bu da fəzilətlidir və savab qazandırır. Amma zikir qəlb ilə birgə olarsa, qəlbən bunu edərsə, yəni zikrin mənasını düşünərsə və Allah'ın ucalığını yadda saxlanarsa, bu daha kamil sayılır. Bu digər ibadətlər kimi namaz, cihad, qəlbən ixlas edilərsə, daha üstün və daha mükəmməl olur. Ona görə də baxın nə deyir Fəxr Razi, zikirdən məqsəd dinin Allah'ın təqdisi, tərifi, ucalığını ifadə edən sözlərlə zikr etməsidir. Zikir həm qəlblə olur, qəlb Allah'ın zatı, sifətləri, əmir və qadağaları üzərində təfəkkür edər, düşünür. Bunlar insanı Allah'ın hökmü və hikmətlərini aparar, Allah'ın yaratdığı sirləri anlamağa səbəb olar. Allah da bütün bu kainatı boş yerə yaratmayıb. Bu düşünmək belə Allah'ın nədir? Zikirdir. Zikir həm də xaricdə olur. Misal üçün ibadət, itayət, namaz, bunlar hamısı Allah'a zikirdir. Ona görə buyurur ki Allah da Kur'an-ı Kərimdə Allah'ın zikrinə tələsin. Nəyə tələsin? Cümə namazına tələsin. Ona görə bəziləri zikri belə izah edir. Zikir hər bir üzvün Allah'a itayətlə məşğul olmasıdır. İki göz Allah'a göz yaşı ilə yad eder. Bu zikirdir. Dil Allah'a təslimiyyətlə və zikir kəlmələrlə yad eder. Qulaqlar Allah'ın razı olduğu sözlərə qulaq asmaqla zikr edər. Əllər və bədən itayətlə, sədaqətlə, qəlb qorxu və ümidlə, ruh isə təslimiyyət və razılıqla zikr edər. Bütün bunlar hamısı nədir? Allah'ın zikri sayılır. Baxın nə deyir İbn Qeym rahimehullah.
Allah zikr etmək, onun adlarını və sifətlərini, əmr və qadağalarını, sözünü zikr etmək deməkdir. Bu da onu tanımağı və ona olan imanı tələb edir. Çünki onun cəlalı, ucalığı, kamilliyi tərifə layiqdir. Ona olan həqiqi tərif yalnız onun ucalığını və kamalını tanımaqla mümkündür. Bu isə onun nemətlərini, gözəlliklərini və yaratdıqlarına olan lütfünü yada salmaqla tamamlanır. Ona görə hər bir zikir nədir? Allah'a tərifdir. Ona görə zikir duadan da üstündür. Sən çoxlu zikr edərsən, Allah Teala sənin istəmədiklərini belə sənə verər. Ona görə nə deyir alimlərdən birisi? Qulun Rəbbini zikr etməsi dili, qəlbi və bədəni ilə olur. Təkcə dillə deyil, qəlbən düşünərək, mənasını dərk edərək və bədən ilə. Zikrin ilk mərhələsi dil ilə təkbir, yəni Allahu Ekber, Subhanallah, Elhamdülillah. İkinci mərhələsi təfəkkür. Allahın yarattıqları haqqında düşünmək. Allah da bütün bu göyləri, kainatı boş yerə yaratmadı. Qul Allahın zatı, sifətləri, buyruqları, hikməti və əzabları barəsində düşünür. Allahın əmrləri və qadağaları, Allahın mükafat və cəza vədləri, ayələri barəsində təfəkkür edir. Beləliklə qul öz dinində sabit inanca və əməldə ixlasa nail olur. O itaətə yönələr, qadağalardan isə uzaqlaşar və bəsirə sahib olar. Qulun Allah'ı zikr etməsi sağlam və təmiz bir qəlb, elm və yəqinlik ilə yaradılmışların sirlərində və onların xaliqinə işarə edən dəlillərdə təfəkkür edərək baş verir. O yaradılmışların qüdrətini və hikmətini dərk edir. Beləliklə onun qəlbində elm, mərifət, hikmət və hidayət nuru doğur. Ona görə də bütün bunların hamısı əsas nədir? Allah'ı zikr etmək. Ramazandan daha çox zikr etməlisən sən. Ki bütün ayın sənin Ramazan kimi gözəl olsun. Zikir sabitlik verir. İtaətləri davamlı etməkdə və günahlardan çəkinməkdə yardım edir insana. Ramazandan sonra qayıtma o şeytanın tələsinə. Daha çox zikr elə. Elə ki, bəndə Mövlasının razılığından başqa bir şeylə məşğul olmaz. Allah'ın zikrinin bəndələrine təsiri isə budur. Onları xeyir və kamalın zirvəsinə çatdırır. Duaya cavab verilməsinə, duaların qəbul olunmasına, baxın, qəzada lütfə bir bəla gəlibsə, o bəla yüngülləşər. Bəlanın uzaqlaşdırılmasına, rəhmətə, razılığa, bağışlanmağa səbəbdir. Zikir Allah'ın ikramı, lütfü və qurtuluşdur. Əgər bir insan Allah Teala çoxlu zikr etməyi müvəffəq edibsə, Allah'ın ən sevdiyi quldur. Zikrin əvəzi onun özünü yada salması, bəndəsini özünə yaxınlaşdırması və ona qulluqda səmimiyyət bəxş etməsidir. Subhanallah. Bu da uca Allah'ın kəlamında nə deyir? Məni zikr edin ki, mən də sizi zikr edim. Baxın, ayənin təfsirində deyir, əgər siz məni dua ilə yad etsəniz, mən də sizi nemət verməklə yada salar və duanızı qəbul ederim. Çünki Allah buyurur, mənə dua edin, mən də sizin duanıza cavab vereyim. Əgər siz məni yaxşılıqla yad etsəniz, mən də sizi mərhəmətimlə yada salar və sizə mərhəmət edərəm. Allah buyurur, Allah yaxşılıq edənlərin yanındadır. Yəni, ihsan nə deməkdir? İnsanlara yaxşılıq edən. Əgər siz məni bağışlanma istəməklə yada salsanız, yəni əstəğfirullahla, mən də sizi bağışlanmaqla yada salar və günahlarınızı bağışlayaram. Çünki Allah buyurur, sonra tövbə edib bağışlanma diləsələr, Allah bağışlayan və rəhm edəndir. Nisa surəsi. Əgər siz məni səbr ilə zikr etsəniz, bu özü zikirdir, səbr. Mən də sizə qarşılıqsız cavab verərəm. Çünki Allah buyurur, səbr edənlərə əməllərinin qarşılığı hesabsız olaraq veriləcəkdir. Əgər siz məni təvəkkül ilə yad etsəniz, təvəkkül özü zikirdir. Mən də sizə yetərəm. Çünki Allah buyurur, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ Kim Allah təvəkkül edərsə, Allah ona nədir? Yetər, kifayət edər. Əgər siz məni cihadla yad etsəniz, mən də sizi hidayətlə yad edərəm. Hansı cihad? Nəfsi cihad. Çünki Allah da buyurur, bizim yolumuzda cihad edənləri şübhəsiz ki, doğru yollarımıza yönəldərik. Əgər siz məni itaətlə yad etsəniz, mən də sizi özümə itaətlə yada salar və özümə yaxınlaşdıraram. Allah da buyurur, kim Allah Rəsuluna itaət edərsə, o böyük uğura nail olmuşdur. Subhanallah. Baxın, Quran-ı Kərimdə zikirlə bağlı çoxlu ayələr gəlib.
Həqiqətən göylərin və yerin yaradılışında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. Onlar ayaq üstə, oturaraq və yanları üstə yatarkən Allah zikr edərlər. Və göylərin və yerin yaradılışı haqqında düşünərlər və deyərlər, Rəbbimiz, sən bunu boş yerə yaratmamısan, sən pak və müqəddəssən, bizi cəhənnəm odunun əzabından qoru. Əl-İmran surəsi. Namazı qurtardığınız zaman Allah ayaq üstə, oturarkən və uzanarkən zikr edin. Əgər, baxın, hər bir şey nədir? Zikir. Namaz, zikir. Ey iman gətirənlər, Allah'a çox zikr edin. Ona səhər axşam şanına təriflər deyin. Rəbbinizi öz daxilində yalvararaq, yəni asla səslə, yalvararaq o deməkdir. Tadarruan və xufya. Yəni, dua edərkən səsi ucatmağa nədir? Ehtiyac yoxdur, deyir. Xufya buna deyirlər. Yəni, yad eləyin, deyir. Səhər axşam. Onu yad eləyin. Nə ilə? Allah Taalaya çağırışla. Bu özü nədir? Ən böyük zikirlərdən birisidir. Baxın, deyik, ey iman gətirənlər. Rəbbiniz öz daxilində yalvararaq və qorxaraq yüksək olmayan bir səslə səhər axşam zikr elə. Qəflətdə olanlardan olma. Rəbbinin hüzurunda olanlar ona ibadətdən təkəbbürlənməz, ona səcdə edər və ona ibadət edərlər. Ona görə həyatının hər günü, hər anı, hər dəqiqəsi, hər saniyəsi zikirlə məşğul elə. Birinci çətin gələcək, əlbəttə ki, buna mücahidə lazımdır. Necə? Çalışmaq lazımdır. Sadiq niyyət lazımdır. Və davamlı olmaq lazımdır. Bəlkə də bir ay, bəlkə də 2 ay, bəlkə də 1 il Allah səni yoxlaya bilər. Amma görəndə ki, həqiqətən sən onu zikr etmək istəyirsən, Allah təala sənin dilini rahatlaşdıracaq. Necə ki, salihlər bir an belə Allah zikr etməkdən dayanmırdılar. Ya Quran, ya zikir, ya elm. Həyatları bununla keçərdi. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Səbəqəl müfərridun. Diğer insanlardan fərqlənənlər önə keçdi. Soruşdular, ey Allah Resulü, kimdir onlar? Dedi, Allah'a çox zikr edən kişi və qadınlar. Subhanallah. Baxın, zikir elə bir şeydir ki, mələklər belə oranı sevir. Sən çox zikr edirsənsə, bil ki, sənin yoldaşın mələkdir. Sənin dostun mələkdir. Şeytan qaçır. Şeytan kimin yanında olur? Tərbiyəsiz söz danışan, nəlaq söz danışan, boş-boş söz danışan. Amma o insan ki, evindən çıxır zikir, yolda gedir zikir, miniyinə minir zikir, hər bir şey zikir. Ona kimlər dostluq edər? Mələklər. Mələklərin dostluq edən insan nə olacaq? Xoşbəxt olacaq. Nəinki duaların qəbul olması. Bu dünyada yaşayır, amma ruhu deyir, hara bağlıdır? Cənnətə bağlıdır. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Allahın yolları boyunca gəzib dolaşan mələkləri vardır. Onlar zikr edənləri axtarırlar. Elm məclisi, zikr etmək, dua eləmək. Onlar bir dəstə insanın Allah zikr etdiyini gördükdə bir-birinə çağırarlar. Gəlin, arzuladığınız şey budur. Elm məclisinə aiddir bu. Deyib onların üzərində qanadlarına gəlir, qanadlarını açarlar. Bu hal onların Rəblərinin yanında zikr olunmağına qədər davam edər. Allah da mələklərdən soruşar. Halbuki o daha yaxşı bilir. Qulun nə deyir? Mələklər deyərlər. Onlar səni təsbih edir, təkbir edir, həmd edir, səni ucaldırlar. Allah Teala buyurur, məni görürlər, gördülərmi? Mələklər deyər, xeyr, and olsun səni görməyiblər. Allah buyurur, əgər məni görsəydilər necə olardılar? Onlar deyirlər, əgər səni görsəydilər, daha çox ibadət edər, daha çox sənin şanına təriflər deyər, daha çox zikr edərlər. Sonra Allah buyurur, bəs onlar nə istəyirlər? Mələklər deyirlər, səndən cənnəti istəyirlər. Allah buyurur, onlar cənnəti görüblərmi? Mələklər deyər, xeyr, and olsun sənə görməyiblər. Əgər görsəydilər necə olardılar? Əgər görsəydilər, daha çox arzulayar, daha çox can atar, daha çox istəyərdilər, daha çox zikr edərdilər. Allah soruşur, nədən qorxurlar? Mələklər cavab verirlər, cəhənnəmdən. Allah buyurur, onu görüblərmi? Xeyr, görməyiblər. Görsəydilər nə olardılar? Daha çox şiddətlə qaçar, ondan daha çox qorxardılar. Allah buyurur, sonda sizə şahid tuturam ki, mən artıq onları bağışladım. Zikir məclisinin sonunda bax budur, ən böyük mükafat. Bir mələk deyər, aralarında filan şəxs var idi. O bu məclis əhli değildi. Onun yalnız bir işi vardı və gəlib orada oturdu, kimisi axtarır. Allah Teala buyurur ki, onlar zikrəndə elə bir cemaatdır ki, onların içində oturan
heç kim bədbəxt olmaz, onu da bağışladı. Subhanallah. Gör zikr edən nədir? Ona görə Allah buyurur, mən bəndəmin mənim haqqımdakı zənninə görə qarşılıq verirəm. O məni zikr etdiyi zaman mən onunla bərabərəm. Əgər məni öz-özünə zikr edərsə, mən də onu öz-özümə zikr edərəm nəfsimdə. Əgər məni bir topluluq içərisində yad edərsə, mən də onu onlardan daha xeyirli bir topluluq içərisində yad edirəm. Yəni, mələklərin yanında yad edirəm. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Allahın zikrin dəyərini və Allah qatında bu əməlin nə qədər böyük olduğunu buyurur. Yəni, zikrin möhtəşəmliyi. Ona görə nədir? Ən gözəl mənalar və tez gələn müjdələr verilir. Nəyə? Əlbəttə, çox zikr edənlərə. Zikir bu deməkdir. Baxın, Peyğəmbərimiz bir gün buyurur sahabələrə, deyir ki, mən sizə əməllərinizin ən xeyirlisini, Rəbbinizin yanında ən təmiz olanını və dərəcələrinizi ən yüksəyə qaldıranı sizin üçün qızıl və gümüş iyan etməkdən. Baxın, düşmənlə qarşılaşıb onların boyunlarını vurmağınızdan və onların sizin boynunuzu vurmağınızdan daha xeyirli olan bir şey xəbər verin mi? Nə ola bilər ey Allah Resulü? Qızıl gümüş verməkdən üstündür sədəqə. Vuruşmaqdan üstündür. Sən düşməni öldürsən, o da səni öldürür. Dedi, nədir ey Allah Resulü? Dedi ki, çoxlu zikr eləmək. Subhanallah. La ilahe illallah. Əlimizdə elə bir neymət var, amma gün keçir zikr etmirik. Hansı ki, zikrə dilimizi alışdırsaq, həyatımız gözəlləşər. Baxın, nə deyir Əbu Dərdə radiyallahu anh? Hər bir şeyin cilası, parladanı vardır. Qəriblərin cilası isə Allah'ı zikr etməkdir. Subhanallah. Baxın, nə deyir İbn Abbas? Şeytan Adəm övladının qəlbinə çökmüş vəziyyətdədir. İnsan Allah'a yad etmədikdə, şeytan ona vəsvəsə verir və qarşılığı salır. Niyə qəriblərə vəsvəsə var? Allah zikr edirlər. Niyə çoxu vəsvəsədən şikayət edir? Allah az zikr edir. Niyə qəlbinə depresiya, qəm, kədər gəlir? Zikr etmir. Amma daimi zikr etsəydi, qəlb elə olmayacaq idi. Baxın. Amma Allah zikr etdikdə, o şeytanı rəzil və alçalmış halda geri çəkilir. Subhanallah. Bəzi insanların qəlblərində oturur şeytan. Səhər axşam vəsvəsə. Gələcək qorxusu, keçmişdə baş verənlər, ay həlak oldum, niyə Allah zikr etmir? Amma insan daimi zikr edəndə birinci nədir? Allah həmd olsun, bütün vəsvəsə, qəm, kədə aradan qalxır. Bu elə kifayətdir insanın rahat yaşamasına. Baxın, böyük depresiya və xərçəng, bütün xəstəliklərin qaynağı nədir? Əsəb, depresiya, qəm, qüssə, kədər. Niyə Allah zikr etmir? Ümidi yoxdur. Baxın, nədir İbn Teymiyyə rahimehullah? Zikir qəlb üçün sudur, deyir. Balığın suya olan ehtiyacı kimi qəlb də zikrə möhtacdır. Balıq sudan ayrılsa, necə məhv olarsa, qəlb də zikirsiz o hala düşür. La ilahe illallah. Bitti. Rahatlıq istəyirsən, zikrə. Yoxsa Allahın zikirdən başqa heç nədən rahatlıq tapmayacaqsın. Baxın, nə deyir? Allah'ı tanımaq, onu sevmək, daim zikirdə olmaq, Allah'a yönəlmək, onunla rahatlıq tapmaq, bütün bu hallar bir bəndənin bütün arzularına, planlarına və istəklərinə qalib gələn bir haldır. Bu dünyadakı cənnətdir. Əsl nemət, sevdalıların göz nuru və ariflərin, yəni Allah'ı tanıyanlarındır, həyatıdır. La ilahe illallah. Baxın, nədir alimlərdən birisi? Qəti şəkildə sübut olunmuşdur ki, yaradılmışların və vəhyin əsas məqsədi odur ki, insan Allah'ı zikr etsin, onu yad etsin, ona şükür etsin. Eğer o zikri unudarsa, gafillerden olar. Eğer şükür etmezse, nankörlük etmiş olar. Zikir eden ise asla küfür etmez. Subhanallah. Subhanallah. Zikreden kes, ya Allah'a şükür eder, ya eder, ya da ona şükretmeye de hazırlaşır diye. Bakın ne diyor? Zikrin en fəzlətlisi ve en faydalısı qəlblə dilin birləşərək etdiyi zikirdir. Yəni zikr edir, qəlbi də bunun mənasını dərk edir. Belə bir zikir peyğəmbərlərin zikri olmuşdur. Onlar zikr edərkən onun mənalarını və məqsədlərini dərk edirdilər. Baxın, Musa peyğəmbərdən rəvayət olunur ki, o Allah'tan soruş, ey Rəbbim, mən səni razı salan hansı əməllə sənə yaxınlaşım?
Allah buyurdu. Məni zikr et. Çünki məni zikr edən məni unutmur. Subhanallah. La ilahe illallah. Bütün peyğəmbərlər. Həsən el-Basri nə buyurur? Zikir nifaqdan, yəni ikiyüzlükdən daha çox qoruyan bir qalxandır. İnsanı niyə qoruyardı? La ilahe. Baxın nə deyir İbn Ənəs? Allah'a çox zikr etmək Allah'ı sevməyə əlamətidir. Eğer biz seni çok zikr etmemişiksə, deməli seni sevməmişik. La ilahe illallah. Bakın ne diyor? Sevgi Allah'ı zikretmekten ayrılmayan bir haldır. Kim kalbi ve diliyle Allah'ın zikriyle məşğul olarsa, Allah onun kalbine öz sevgisini nuruyla birlikte ona karşı bir şövq yaradar. O insanın bir derdi olar. Allah'la ne zaman kavuşacak? Subhanallah. Bakın ne diyor İbrahim Edhem? Allah en çok zikredenlerden birisi. Allah'ı sevmeyin əlaməti qəlb ve dilin daimi zikr halında olmasıdır. Allah'ı seven bir insan ondan başkasını zikretməkdən həzz almaz. Yani bir insan boş-boş söhbətlə danışırsa, deməli o hələ də zikirlərdən, yani Allah'ı çok zikredənlərdən değil. Değil ki boş-boş işdən məşğul. Bakın ne diyor salihlərdən birisi? Deniz heyvanları belə denizde sakit olurdu. Ama Yusuf peygamber ise zindanda Allah'ı zikretmeyi hiç vaxt terk etmezdi. Bakın bir nefer salih vardı ki günde 1000 defa Subhanallah çekmek için özüne bir düğün vurmuştu ipe. Yatmazdan evvel 1000 defa Subhanallah kelimesini tamamlamadan yatmazdı diye. Verdi şansı sahip sayır yani. La ilahe. Bakın ne diyor Halid ibn Ma'adin? Her gün diyor 40.000 defa tesbih diyer yani Subhanallah kelimesini diyerdi. Ve Kur'an'dan başka hiç ne okumaz. Ya zikir ya Kur'an. Vefat ettikdə yuyulmaq üçün tabutuna qoyulduqda barmağı təsbih çəkilmiş kimi hərəkət edirdi deyir. Çünki daim əl öyrəşib Subhanallah, Subhanallah, Subhanallah. Ölüb cənazəyə qoyublar, görür ki barmaqları tərpənir. La ilahe illallah. Bakın Ömer İbni Hani onun hakkında yedi. Ondan soruşlar. Her gün dilini tərpətdiyini ve təsbih ettiğini görür. Təsbih ümumi zikir. Ne kadar edirsən? Dedi günde 100.000 defa. La ilahe illallah. Barmaqlarıyla sayırdı ve bu sayıda hiçbir səhvə yol vermezdi. Yani bir barmağıyla tamamlayıp diğerine keçirir ve bu şekilde devam edirdi. La ilahe illallah. Bakın ne diyor Abdullah ibn Abi Ravat? Bizim yanımızda yaşaydı yanımızda bir kadın vardı diye. Günde 12.000 defa zikrederdi Allah'tan. Bir gün deyir, dünyasını değişti deyir. Apardıq deyir, qəbrə qoyanda kişilerin çiynlərindən aldılar onu deyir. Hiss etmədi kim kaldı. Gözümüzün önündə də çiynlərdən alıb deyir, yere tabuta qəbrə qoydular deyir. Mələklər iştirak ediyor. Başka kim olabilir ki? La ilahe illallah. Bakın ona göre İbn Sirin onun danışığının böyük hissəsi Subhanallah azim kelimesiydi. İbn Sirin meşhur alimlerden birisi. Hədis alimi o yuxu yazan meşhur. Danışığının böyük hissəsi Subhanallah azim. Bitti. Subhanallah bihamdihi. Suala cevap verir, okuyur. Subhanallah azim, Subhanallah bihamdihi. Başka şey bilmezdi. La ilahe illallah. Ebu Müslim el-Havvalani onun hakkında onun bazı halları müşahede edilerken bir nefer dedi. Ey dostlarım diye. Bu dostunuzun halini necə görürsünüz? Yani sanki deyir ki bu bütün gün dili dayanmır. Sanki deyir ki bu deli diyesen. La ilahe. Bu sözü eşitti özü. Dedi ey kardeş bu deli değil. Bu delinin dermanıdır diye zikir. La ilahe. Dili dayanmır. Bakın ne salihlerden birisi? Bir gün İbrahim Edhem'le beraber bir gece kaldı bir yerde. Her defa gece yuxudan ayılanda zikredirdi diyor Allah. Ben de deyip ona karşılık kalbimde həsəd yarandı diyor. Sol Allah'ın bu ayəni yada saldım. Bu Allah'ın istediğine verdiği bir lütüftür. Subhanallah. Yani gece yuxudan uyanı zikredir. Gör ne kadar alışıp. La ilahe illallah. Değil. Ona göre Bilal radıyallahu anhu bakın. Müşrikler onu Ramle çölünde işkenceye məruz koyduğunda onlar her defa deyəndə ki Lata ve Uzza bütlerdi. O ise deyir ki ehadun ehadun. Tektir tektir. Deyirlər Lat Uzza başa düşürəm ne deyirsiniz deyir. La ilahe illallah. Bakın ne deyir alimlerden birisi. Allah bir bəndəni
öz zikrinə seçsə, onların nəfsindən əzəmət və şövq doğardı. Onlar Allah zikr edər və qəlbləri qorxu və heybətlə titrəyər. Əgər onlar ateşə atsaydın deyə belə yanmazdılar deyir. Onlardan bəziləri qışda Allah zikr edər, qorxudan və heybətdən tər içində qalardılar. O qədər Allah zikr edir ki, qəlblərinə təqva gəlir. Tərliyirlər qışın deyir, soyuğunda deyir. La ilahe illallah. Bəziləri Allah zikr edər, gecənin qaranlığında gözləri oyaq qalar, yuxuları qaçar. Çünki qəlbləri onun zikrinə qərq olmuşdur deyir. La ilahe illallah. Allah zikr etmədə yata bilmirlər deyir. Çox az yatırlar. Qalxan kim nədir? Zikir. Bunlar sevginin bəzi təzahürləridir. Sevgidə bundan böyük nə ola bilər ki deyir. Ən gözəl sevgi əziz dostun, yəni Allahın sevgisidir deyir. La ilahe illallah. Baxın nə deyir alimlərdən birisi? Mərifət, yəni Allahı tanıma gücləndikcə zikirdə o qədər şirinlə dilə axar deyir. Rahat. Dilindən süzülür. La ilahe illallah. Bu rahatlaşdıran kim? Uca Allah Teala. Bəzən zikr edir, unudur, çətin gəlir. Amma davamlı olandan sonra o zikrin bir şirinliyi var deyir. Həzz alır ondan deyir. Zikr edən kimsənin dili heç bir çətinlik çəkmədən zikirlə şirinləşər deyir. Hətta bəzən yuxuda belə dilləri ilə zikr etdikləri görürlərdi. Yatıb subhanallah, elhamdülillah dayanmır. Qəlb artıq zikirlə o qədər gözəlləşib ki, yatanda da dili dayanmır. La ilahe illallah. Allah onları bu dünyada zikrə müvəffəq etdiyi üçün ahirətdə cənnət əhlini bu səbəblə cənnətlə müjdələmişdir. Onlar təsbih, subhanallah, Allahu Ekber, la ilahe illallah deyərlər. La ilahe illallah. Ona görə nədir? Zikir, zikir, zikir. İnsan gələn neynəsin? Özünü alıştırsın. La ilahe illallah. Hətta Peyğəmbərimiz də sevərdi. Və ən çox zikr edən kim idi? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Ona görə də bu əzəmətli bir ibadətdir. Buna nail olmaq üçün insan deməli nə etməlidir? Çalışmalıdır. Dilini alışdırmalıdır. Birinci əlbəttə ki, çətinlik olacaq. Şeytan imkan verməyəcək. Olacaq. Amma mömin neyniyər? Davamlı olar, davamlı olar, davamlı olar, davamlı olar. Və zikirdən uzaqlaşmışsansa, deməli qəlbində problem var. Qəlbində qəflət var. Əgər qəlbin tam sağlam olsaydı, Allah zikr etməkdən dilin yorulmazdı. La ilahe illallah. Ona görə hər zaman zikr alışılır. Baxın, nə deyir Quran-ı Kərimdə? Həqiqətən yaxşı əməllər pislikləri yox edər. Və bu əməllərin içində ən böyük nədir? Zikir. Hər dəfə günah işlədikdə deyir, öz-özünə belə de. Mən bir döyüşü uduzdum, amma müharibəni uduzmadım. Üzülmə, özünü buraxma. Dəstəmaz al. 2 rükət namaz qıl. Günah işlətdiyin barmaqlarını istiğfarla pakla. Yəni, əstəğfirullah, əstəğfirullah, əstəğfirullah. Və o Quranı həmin gözlərlə oxu ki, o gözlər bir vaxtlar harama baxmışdı. Allah yanında tövbə edənlər, itaat edənlərin yalvarışı kimidir. O özünü bağışlayan adlandırdı. Çünki sənin geri qayıtmağını istəyir. Kim? Uca Allah Teala. La ilahe illallah. Baxın, deyir ki, və onlara and içdi. Kim? İblis. Mən əlbəttə sizin nəsihətçinizəm. Ərəf surəsi. Adəm və Havvanın ağlına belə gəlməzdi ki, birisi Allahın adı ilə and içib yalan danışa bilər. Lakin İblis bunu etdi, deyir. Onun hiləsi nə idi? O günah ağacını fərqli adlandırdı. Onu əbədi həyat ağacı adlandırdı. Bugün də İblis eyni yolla insanları aldatmaya davam edir. İçkiyə ruhani, ruhi bir şey, çılpaqlığa, dəb, əxlaqsızlığa, mədəniyyət, zinaya, azadlıq. İblis eyni iblisdir. Adlar nə qədər dəyişsə də aldanma. Əgər, yəni, ad dəyişə bilər, amma iblisin nədir? Planı həmişə nədir? Eynidir. Və Rəbbinizdən bağışlanma və genişliyi göylər və yer qədər olan müttəqilər üçün hazırlamış cənnətə tələsin, deyə Allah Quran-ı Kərimdə. Baxın, nədir? Tələsin. Çünki ölüm gözləmir. Sabah tövbə edəcəyəm. Sabah filan işi görəcəyəm. Sabah pəhrizə başlayacağım. Sabah yaxşı işlər görəcəyəm.
Bütün bunlar uzun arzuların bizi aldatmasıdır. Çünkü biz ölümü uzaq bilirik. Ancaq bir dəqiqə əvvəl ölmüş biri hələ də yaşayacağını düşünürdü. La ilahe illallah. Tələsin, çünkü bir an gecikmək sənə bir ömür bahasına başa gələ bilər. Heç zaman deyil, genişdirmədi. Baxın nə deyir salihlərdən birisi? Yəməndən Mədinəyə yola çıxdıq ki, Peyğəmbərlə görüşək. Mədinəyə çatanda bizə dedilər ki, Peyğəmbər 5 gecə əvvəl vəfat edib. 5 gecəlik gecikmə onlara sahabe olma şərəfindən məhrum etdi. Deyir, tələsin, çünki bəzən 1 saatlıq gecikmə səni cənnətdən məhrum edə bilər. Deyərsən, tövbə edərəm, başlayaram namaza, başlamazsan ölüm gəlib aparar. Hər kəs ölümü dadacaqdır. Altıra buyurur. Biz sizi xeyr və şərlə sınayırıq. Və siz bizə qaytarılacaqsınız. Başqa yolu yoxdur. Ənbiya surəsi. Ölüm hər kəsin içəcəyindən qaça bilmədiyi bir deyib piyalədir deyir. Mömin də, günahkar da, Peyğəmbər də, zalim da, hər kəs Allahdan başqa heç kim qalıcı deyil. Ölüm bir hekayənin sonu deyil. Əksinə, onun başlanğıcıdır. Ölümün özü yetərli bir nəsiyyətdir. La ilahe illallah. Bir şair var idi bir, Abu Nevas. İçki düşkünü idi. Onun salih bir qonşusu vardı və qonşu daim ona nəsiyyət edirdi. Ki Allah yoluna dönsün, içkini tərk etsin. Bir gün bu qonşu, salih qonşu vəfat etdi. Deyir. Abu Nevas onun cənazəsinə getdi. Qəbrin başına duraraq belə dedi. Sən bugün məndən daha çox nəsiyyət verənsən. Yəni həyatın boyu məni doğru yola çağıran bütün sözlər qəbir içindən gələn bu səssiz nəsiyyət qədər də təsirli olmadı deyir. Sənin ölümün deyə artıq mənə deyə ən böyük nəsiyyətdir. La ilahe illallah. Çünki ölüm nədir? Heç zaman deyir, gözləmir deyir. Ona görə də insan bacardığı qədər yaxşı əməllərini artırmalıdır və xüsusən zikr ibadəti və Ramazandan sonra da yaxşı əməllərə davam və sabit olmaq istəyirsə insan dilindən zikir düşürməsin. Subhanallah, elhamdülillah, estağfurullah, Peyğəmbərimizə salavat və bütün zikirlər. Əsas odur ki, dilini alışdır. Alışdır, görəcəksən ki, bütün il boyu sənə Ramazan kimi gözəl keçəcək. Və Ramazan necə gəldiyini də anlamayacaqsın. Baxın, salihlər necə idi? İbn Abbasdan bir nəfər soruşur ki, Qədr gecəsi nə zamandır? Deyir, ilin bütün gecəsini ibadət elədi. Yəni, o da düşünmürdülər, bizi kim axtarmırlar. Qədr gecəsi nə zamandır? Onlar onsuz da ilin bütün hamısını gecə namaz qılırlar. Onlara axtarma ehtiyac yoxdur Qədr gecəsi nə zamandır. Deyir, İbn Abbas, biz bilirik. İbn Abbas gülür. Ona gözəl işarə verir sahabəyə. Deyir, bütün gecələr ibadət elədi. Yəni, onsuz da bütün gecələrin birisindədir də deyir, yəni, tək gecələrin. Yəni, onlar həyatı boyu tək gecə namaz qılardılar. Fərq etməzdi onlara. Onsuz da ilin bütün çoxunu orucla keçirirdi. Onlar üçün Ramazan oruca çətin deyildi ki. Allah təala bizləri eşidib faydalananlardan eləsin. Allah təala bizləri çox-çox zikr etməkdə müvəffəq eləsin. Allah təala bizləri bu ibadətə sidq ürəklə etdiyi qullarını eləsin. Allah təala bizləri bu məqama çatdırsın. Həqiqətən ən uca məqamdır. O kəs ki, dilini alışdırır. Gecə, gündüz, səhər, axşam, boş vaxtı, yol gedirsən, estağfurullah, estağfurullah, elhamdülillah, subhanallah, la ilahe illallah. Artıq o insan deyir, onun dostları kim olar? Mələklər olar deyir. Və o insanın duaları qəbul, müstəcəb dua sahiblərdir. Ən çox müstəcəb dua sahibi kimdir? Çoxlu Allah'ı zikr edən. Nəyə görə? Çünki daima Allah'ı xatırlayır. Çətin anda Allah onun istəyini verir. Hətta çətin anda istəməsə belə Allah ona verir. Qəlbindən keçəni bilir. Niyə? Çünki daima Allah'ı zikr edir. Ona görə zikr etmək duadan üstündür. Dua ibadətdir. Öz istəyini istəyirsən, etməlisən. Amma Allah'ı zikr etmək Allah'a tərifdir. La ilahe. Allah hər zaman tərifliysən. Yolunda, həyatında, bazarında, evində, işə gedirsən. Elhamdülillah, subhanallah, la ilahe illallah. Allah təriflə, səna ilə yaşayırsan. Bu qul əlbəttə ki, ən gözəl qul olacaq. Və dünyadan köçərkən ən gözəl sonluqla köçəcək. Zikirlə, ibadətlə, dua ilə köçəcək bu insan. Daima Allah'ı xatırlayır. Hətta cənnət əhli cənnətə girəndən sonra belə. Cənnətdə dərəcələr nə ilə veriləcək? Zikirlə. Görəndə ki, zikrə görə Allah kimlərə nə qədər cənnətdə məqamlarını yüksəldir. Həyatlarında keçirdiyi bir saat boş, bir saata görə peşman olacaqlar ki,
O saat ki onun içerisinde zikirsiz geçir. Peşman olacak ki niye ben zikredenlerden olmadım? La ilahe illallah. Ona göre zikreden insanların halı nedir? Güzel ibadetle geçer. La ilahe kəlməsi, yaxşı əməl və yəni hansı zikrə sarılmışsansa, əsas odur ki, dilindən düşürmə. Bəziləri bu zikir rahatdır, bəziləri bu zikir rahatdır. Dilin nəyə alışırsa yapışandır. Allah da hər bir insana bir qapını açır. İnsan var, əstağfurullah zikrini dilindən düşürmür. Əstağfurullah, 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 əstağfurullah. İnsan var, subhanallah kəlməsini sevir. İnsan var, salavat. Hamısından dinə. Yoruldum, bunu de, bunu de, bunu de, bunu de. Amma eləsi var ki, deyib, mənim dilimə bu rahatdır. Yapış onunla. Tərk etmə dilindən. La ilahe illallah. Görəcəksən, Allah Teala sənin qəlbinə elə bir rahatlıq verəcək ki, bütün dünya dağılsa da vecin olmur. Çünki Allahla yaşayırsan, Rəbbinlə yaşayırsan. Daim onu tərifləyirsən. Ona həmd sana ilə yaşayırsan. Gecən gündüz. La ilahe. Baxın nədir rivayətlər deyir ki, şeytan insan deyil, gecə qorxuzur, yuxudan kabus görür, qalxır. Amma insan var yuxudan qalxır, deyir, əstağfurullah. Şeytan tərk edir onu. Deyir ki, bunu qaldırıram, deyir, əstağfurullah deyil, olmaz qoy yatsın, deyir. La ilahe illallah. Niyə? Zikr edir. Şeytanın ən çox sevmədiyi qəlb nədir? Zikir. Daimi zikir, daimi zikir, daimi zikir, daimi zikir. Uzaqlaşır. Yaxınlaşa bilmir. Üstəlik, çoxlu zikr edən insan nədir? Bütün dünya yığışsın sənə, cadu etsin, cadu edə bilmir. Bütün düşməndən yığışsın, hiylə qursunlar, səni qoruyan Rəbbin var. İnna Allah yudəfə anilləzə əmənu. Allah möminləri iman gətirəndən müdafiə edir. Hətta ən məşhur cadukarlar belə etiraf edirlər. Elə insanlar var ki, deyir ki, ona cadu eləyə bilmirəm. Bütün cinləri, o tayfasını, murdarları tökür, heç nə eləyə bilmir. Çünki onu qoruyan Rəbbi var. Niyə? Zikirlə yaşayır. Daimi zikirlə yaşayır, daimi zikirlə yaşayır. Əsas qəlb rahatlığı belə nədir? Kifayət. İnsan niyə gəlib intihar edir? Depressiyaya düşür. Və deyir ki, artıq bu durumdan çıxa bilməyəcəm, xilas ola bilməyəcəm. Şeytan nə deyir? Elə ən yaxşı özünü öldür və salam bitsin. Daha bilmir ki, cəhənnəmə getdi o. Amma o insan ki, daimi zikr edir, daimi zikr edir, daimi zikr edir. O insan rahat, dünya, hər şey rahat olur. Ruhusu rahat, hər bir şey rahat. Və o insanın qəlbində elə bir istək olur ki, şövq olur ki, o Allahla görüşəcək günü gözləyir. Subhanallah. Bu dünyadan o köçərkən belə sevinclə köçür. Allah dərgahına gedir. Amma zikirsiz yaşayanların həyatı kədərli, ölümü kədərli, hələ üstəlik qəbri də kədərli. Hələ ən böyük sıxıntı ondan sonra başlayır. Axirət dünyasında başlayır. Amma bir insan dilindən düşürmürsə, əstağfurullah, əstağfurullah, subhanallah, la ilahe illallah, bütün zikirlər. İnsan var ki, gündə 30 min dəfə əstağfurullah deyir. Alışıb. Subhanallah, nə xoşbəxt insandır. Nə deyir Ayşə anamızdan gəl hədisdə? Bir insanın qəbirdə ən gözəl yoldaşı nədir? Əstağfurullah zikri. Çünki bağışlanmanla gedirsin. Kimin deyir, qiyamət günü deyir, əməl dəftərini görən sevmək istəyirsə, əməl dəftərini nə ilə doldursun? Əstağfurullah kəlməsilə. Qiyamət günü oxuyanda günahları var, əstağfurullah var. Günah, əstağfurullah nədir o? Örtür. La ilahe. Qiyamət günü insan gələcək ki, dağ boyda günahı, amma dili onu darmadağın deyir. Nə? Zikir. La ilahe illallah. Zikir o günahın hamısını öz görəcək insan etdiyi əməllərdir. Amma əməllər, o etdiyi pis əməllər hamısı məhv olub gedir. Nəyə görə? Zikir onları darmadağın edib deyir. Yəni Allah onları hamısını bağışlayıb. La ilahe illallah. İnsan var, 100 min dəfə deyən var. Zikir. Salihlər. Daimi zikir, daimi zikir, daimi zikir. Alimlər var ki, misal üçün daimi zikir, misal İbn Bazda var idi. Sual soruşurlar, o arada da zikir edir. Subhanallah, subhanallah. Mikrofonu düşüb səsi. La ilahe. Sual soruşur, subhanallah, subhanallah, subhanallah. La ilahe illallah. Çünki nədir? Qəlb zikirsiz yaşaya bilmir. O məqama çatır. O dərəcəyə çatır. Allah təala sonumuzu gözəl eyləsin. Gözəl sonluqla bu dünyadan keçməyi nəsib eyləsin. Və zikr edən insanı da ölümdən əvvəl nədir? Allah təala müjdələyər. Nəyinə? Cənnət. Bəlkə onu cənnəti göstərər. Ölümdən əvvəl. Onsa hər bir mömin Allah təala nədir? Ölümdən əvvəl cənnəti göstərir. Mömin nəyə görə dünyadan köçərkən qorxmur? Çünki düşəcəyi cənnəti görür. Ona görə tələsir. Amma kafir isə cəhənnəmi göstərir, ölmək istəmir. Niyə? Biri ki, daha şiddətli əzab gözləyir. La ilahe illallah. Allah da sonumuzu gözəl eyləsin. Allah da bizləri çox zikr edən qullarını eyləsin.
gözəl sonluqla bu dünyadan köçməyi nəsib eləsin. Allah Teala övladlarımızı salih qullarını eləsin. Allah Teala övladı olmayanlara salih övladlar bəxş eləsin. Allah Teala dünyadan köçən valideynlərimizin məkanı cənnət eyləsin. Allah Teala kimin nə istəyarısı varsa istəyin arzusuna çatdırsın. Allah Teala bu gözəl vətənimizi qorusun, əmin-amanlığımız daimi olsun. Allah Teala düşmənlərimizi məhv eyləsin. Allah Teala öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz üzərində bizə göstərsin. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah Teala ordumuzu qorusun, əskərlərimizi qorusun. Allah Teala ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eyləsin. Allah Teala sonumuzu gözəl eyləsin və elm məclisinin sonunda günahlarımızı bağışladığı qulların sıralarına daxil eyləsin. Amin.